insanlara qobur səsində cavab verir. Ondan əfsanə şikayətlər çox olduğuna görə gözümün şahid olmuşam. Mən həmişə Ağdamda dərman alıram. Yəni ona deyənlər ki, o günlər girmişəm aptekəyə dərman almağa. Uzun müddət bu Zabit müəllim vardı. Elə oradan o da hardasa bir ildir mi nə qədərdir orada işləyir. Bu Zabit doktor xəstələri incidir. Xəstələrə deyir yalanla bu ay dərman gəlir. Deyərlər ki, səni gedəcəm, hüquq mühafizə orqanlarına verəcəm, icra hakimiyyətinə, prokurorluğa şikayət edəcəm. Səbəbə şikayət edəndə o dəqiqə çağırır dərmanı verir. Dərmanı verir. Deyir ki, heç bilməsi sağlayar. Elə bir sanki şəxsən mənim başıma gələnlərə deyirlər. Elə bir sanki bu dərmanı biz oğurluq alıq. Devlətin verdiyi bizə təyin elədiyi dərmanları və onlar özləri vəzifə borçlarını bilmirsə, onlara vəzifə borçlarını öyrədə bilərlər. O imtiyazlı şəxslər, şəhid ailələri, Qarabağ ailələri, şəhid ailə üzvlərini dərmanlar hər ay verilməlidir. Bu prezidentin birbaşa tapşırığıdır. Bu bir diqqət qaybı göstər. Bu prezidentin tapşırığı. Günel xanım, səni gözüm görmürsən bunları, eşitmirsən, mən gələm bunu sana xatırlatmaq istəyirəm ki, yəni bunu biləsən. Dəfələrlə oradan şəhidlər olub, hətta yığışıb cəmaət neçə dəfə istəyir ki, edək ki, təbibin rəhbərindən şikayət edək. Orada qabağını aldılar. Onu da bildirirəm ki, axırıncı dəfə bu qədər müəllim işdən çıxmamışlar, 3 ay, 4 ay qabaq ona yoxlama yollamışdı. Deməli, yoxlama yollamışdı. Oranın acilində oranı yoxladığı zamanda bunlar nöqsanlar tutmuşdular acildə. Həmən bu Günel həkimə. Günel həkim onları elə bir nətər deyim, araya qoymuş kimi bir hərəkət eləmişdi onlara. Elə bir ki, körüm onlara gülmüşdü. Dafiyə çölü boxsi sestralara, nə bilim, həkimə belə gülmüşdü. Bunlar elin yanına bunlara cavab verib, araya qoymuş kimi bir hərəkət olmuşdu. Şəxsən bu qarı müəllim Zəhmət Ağdam xəstəxanasına dedi ki, orada baş həkim var. Günel kimdir? Orada yoxlamalara problem yaradır. Yoxlamalarla belə xoşa gəlməyən Elonyana onlara cavab vermək, onları araya qoymaq. Bax, belə bir şey var, araşdıra bilərsin. Mən bütün faktları, subutları eləyərlərəm. Hər şey məndə faktlar, subutlar var. Oradan gedir, sesliyə ilişir, həkimə ilişir, uziyə ilişir. Da ilişmədiyi yer qalmayıb. Hani bunun arxasında duran kimdir? Buna daydarlıq eləyən buna daydarlıq eləyən kimdir çıxsın ortaya? Sana prezident hər şey çıxışlarında qeyd edib ki, sərhəd bölgəsi olan insanlara hörmət qoysun, qayda diqqət qayda göstərsin, heç kimə daydarlıq eləməsin. Təvəbbdə bu daydarlıq başlanıb gedir. Bu nədir? Kim kimin adamda arxasında durur? Nə bilim? Günel xanımın arxasında duran kimdir? Mən xahiş edirəm Azərbaycan Respublikasının prezidentinə, Vizca prezidentinə, mən buradan Ağdamın icra başçısına, cənab gözəl insan Vaqif Həsənova, həmin şəhid ailələrinə diqqət qayğı göstərən, vətəndaşların problemlərin daimi gündəmdə saxlayıb həll edir. Mən orada uzun tutub Vaqif müəllimə bildirmək istəyirəm ki, bu Günel xanım kimə güvənir? Səhər Ağdamda vətəndaşlarına şikayətə qalxanda, bir şey olanda devlət başçısından tutmuş prezident aparatına kimi deyirlər məsul şəxs icra başçıdır. İcra başçısının məsəl üçün Zəfrov deyirlər. Amma onu bilmirlər ki, bu heç kimi vecinə alınır. Bu nə xəstəxana rəhbəri sayır, nə ona əhəmiyyət verir. Şikayət edirsən, özünü elə aparır. Bir dənə əlində koz edir. Nə edir? Vətəndaş yana müraciət edən kimi başlayır vətəndaşı hələ qorxacaq. Sən mən şantaj edirsən, əlində bir şey ki, vətəndaş bunu agresiv cavab versin, burada vətəndaşı çevrə tutar. Amma mən şəxsən özümə deyir ki, mənim dava dərmanımı bu getmişəm aptekəyə, bundan nesi dəfə, bundan başqa direktorlarına baxdılar. Bu adam dərmanları gizlədir, gec verir, fırladır, vətəndaşları incidir. Səs eləyənə, şərt eləyənə, haqqını tələb edən dərmanı verir, olmayana deyir dərman yoxdur. Bu nə iş görür bu Zabit doktor? Zabit müəllimdir, doktordur. Bu aptekin müdiri. Sanatsız bir insanla qatırıb qoyub sonra, danışığı da yox. Deyirəm dərman gəlir, deyir dərman gəlir. Deyirəm onda dərman verir, dərman tutarım. Sonra bir də deyirəm sənə şikayət edəcəm, daha deyir ki, dərman gəlməyir. Adamı ilə cavab verir. Bilmirsən dərman həqiqi gəlib tutarıb, yoxsa qabaq kimi gəlir hərəkət edir. Yəni ona inanımız yoxdur. Yəni sabahsız bir insanı qatırıb qoyub bana, danışıq qəlbiyyəti olmayan bir insana, Günel xanımın özü danışıq qəlbiyyəti olmayan, insanlarla danışa bilmir, seslilərlə akşama kim var. Cərrahxananın getdi, en büyük adına sanımlı, bütün rayonlarda tanınmış Cərrahxana getdi, ilişdiyi.
Əşin nəfə yola verdilər. Siz sıra